Kazımov Babək Behbudoğlu. Qubadlı rayon Teymur Rusyanı kəndində doğulmuşam. Uşaqlığım burada keçib. Mənfur düşmənin ucbatından qaçqın düşüyü öz elimizdən, oblamızdan. Bu günə şükür. O Allah ordumuzu qorusun. Yəni bugün biz burada ordumuzun sayəsində şəhidlərimize Allah rəhmət eləsin. Yəni onların tökdüyü qanı bahasına biz bu günləri burada, bu torpaqdayıq. Allah qazilərimizə can sağlığı versin, şəfa versin. Allah bizim Ali Başkanlarımızı qorusun. Yəni bütün ordu, Azərbaycan ordusunun bütün saymasam da bütün ordu birləşmələri, yəni onun içərisində daxili qoşun gedir, xüsusi təyinatlarımız, polislər. Yəni bunlar hamısı ordu birləşməsidir. Şükür bu günümüzə. Biz bu günləri onların sayəsində buradayıq. Yəni bu evlər yəqin ki inşallah yaxın vaxtlarda tikilər. Yəni prezidentimiz, Ali Başkomandanımız göstəriş verib də, ya inşallah. Amma tez olsa lap yaxşı olardı. Biz tələsirik yerimizə qayıtmağa. Yəqin ki qayıdacağıq inşallah. Yəni gördüyüm budur ki heç nə yoxdur da. Mənfur düşmən ermənilər elə bir xislətli, bir qəlbi qara bir millətdir ki, həmişə yəni müsəlmanın, Azərbaycanın, Türkün düşmənçiliyini çəkiblər də onlar. Onlar çox millət deyil də, onlarda bir xəstəlikdir, yəni bunlar düşmənçilik, xəstəlikdir, erməni xəstəliyidir. Yenə də şükür bu günə. Bax gəlmişik, bugün burada durmuşam evimizin yerində. Yenə də dediyim kimi şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq, ordumuza borcluyuq. Ali komandanımızın sayəsində yəni ordumuz bu torpaqlardan düşməni qovub çıxartdı. Şükür bu günə. Sağ ol Ayvüqar müəllim. Allah canını sağ eləsin. Sən də bu həmişə bu el obanı işıqlandırırsan. Allah sizi var eləsin. Yenə gəlib yad edirik buraları. Allah yəni Qubatlının da o müəyyən məsul şəxslərin canı sağ eləsin. Biz həmişə bizə şərait yaradırlar bura gəlməyə. Başda icra başçımız Malik müəllim olmaqla, yəni polis bölməsi, Qubatlının məsul şəxsləri həmişə bizə şərait yaradıblar ki, yəni bu yurt yuvaları heç olmasa ziyarət etməyə həmişə imkan verirlər. Mən buradan onlara öz təşəkkürümü bildirirəm. Allah onların da canı sağ eləsin.